Okey, sual budur ki, HTTP ilə HTTPS arasındakı belə deyək də fərqlər düzdür, yoxsa məna olaraq hər ikisi nə deməkdir? Yo, onu demişdik əslində. Sadəcə olaraq maraqlı Aha. gəldi ki, misal üçün Nümunə gələn olaraq nə o göstərə bilərik? bəli. Əslində nümunə olaraq belə deyim də, sadə halda API-lərin göndərilməsi ilə kifayət eləyir. Amma bir dənə də belə bir şey var da. İndi API-lərin göndərilməsi deyəndə hər ikisində əslində API-lərin göndərilməsi nəzərdə tutulur. API-yə sorğunun göndərilməsi. Məsələn, bizim bu frontimiz hissəmizdir, bu da bizim backendimizdir, hansı ki API-lərlə çıxış eləyirik. Burada frontdan olan məlumatın backup getməsi üçün olan belə deyim də, daha doğrusu belə deyim, bu prosesi həyata keçirmək üçün lazım olan protokollardır. HTTP ilə HTTPS. Sadəcə hər ikisi eyni prosesi belə deyim, işi görür. Arada bircə dənə fərq var. Təhlükəsizlik məsələsi. Hansı ki sonundakı S elə oradakı security sözünün başlanğıc hərfidir. Bunun mənası nədir? Məlumatlar bax burada dedikdə göndərilir. Frontdan backend göndərilir. Biri security ilə, yəni HTTPS təhlükəsiz, bu isə açıq şəkildə. Məsələn, fərz eləyək ki, bax belə bir dənə şeyimiz var da, mesaj sistemimiz var. İki dənə istifadəçi bir-birindən mesajlaşır. Bu birinci istifadəçi, bu da ikinci istifadəçi. Bu buradan mesaj göndərir və əksinə mesaj qəbul eləyir. Burada əgər bax birinci HTTP ilə getsə, məsələn, sən yazdın ki, salam, düzdür? Bu frontdan baka açıq şəkildə gedəcək. Yəni bax belə deyək də, ortada bu sorğunu kimsə ələ keçirsə və yaxud bu network vasitəsilə gedir də, networku izləyən biri ola bilər, nə bilim dinləyən biri ola bilər. Məsələn, bana göstərə bilərsən. Fərz elə sən eyni modem sənlə paraleldə bir dənə dostun eyni modemə qoşulub, çıxan elə bil modemdən çıxan istəkləri izləyə bilir. Rahat şəkil bu arada məsələn eyni modem, eyni internet şəbəkəsində olanda daha rahatdır izləməkdə. Ona görə nümunə olaraq belə deyim. Sənin elə bil yazdığın o mesajları rahat şəkildə ələ keçirib oxuya bilər. Bu olur HTTP ilə gedən. Əgər ki, amma HTTPS-lə göndərilsə, həmin vaxt buradakı salam, salam kimi getməyəcək. Şifrələnəcəyi məsəl üçün də atıram, S-in yerində XY, A-nın yerinə nə bilim ZT, B-nin yerinə V-lə F, nə bilim burada təkrardan A-nın yerinə X, Y, belə-belə qarışıq, mənasız simvollar toplusu olacaq. Özlüyündə bir mənası var, ha, tamam. Ona deşifrə edilsə mənası var. Belə baxanda heç bir şey anlamırsan. Random simvollar kimi görünür. Artıq həmin bayaqkı dostun sən ələ keçirsə mesajı, bu mesajdan heç bir şey anlamayacaq. Məsələ bax burada budur. Təhlükəsiz yolla API-yə olan sorğuların göndərilməsi. İndi bayaq sən dedin bir dənə nümunə var idi. Məsəl üçün SMS prosesində bunu göstərmək olarmı yoxsa yox? Burada əslində iki dənə proses var da. Fərz eləyə bax, məsəl üçün SMS nə zaman gedir? Sosiallardan elə nümunə götürək. Fərz eləyək tutaq ki, Instagram hesabın var, parolunu bərpa eləmək istəyirsən. Parol bərpa eləmək istəyəndə iki dənə seçim olur da adətən. Ya deyir ki, phone number və yaxud da məsələn ikincidir ki, e-mailimi daxil elə. Mən ora mesaj göndərəcəm. Sən o göndərdiyin mesajı növbəti açılan xanaya yazsan, doğruluğun düz halda yazsan daha doğrusu. Əgər təsdiq edilsə, ondan sonra sənə başqa bir ekran aparacaq ki, yenidən parolu daxil elə sıfırlamısan. İndi bax sən dediyin situasiya bunun birincisidir, düzdür? SMS-in göndərilməsidir. Tamam. SMS-in göndərilməsində bayaq dedim, iki dənə proses iştirak eləyir. Birinci, yadındadırsa, keçən dərsimizdə ödənişlər, keçən yox deyəsən, ondan əvvəlki deyə keçən dərs idi, tam dəqiq xatırlamıyorum. Ödənişlərlə bağlı qısa olaraq nümunə verdi. Hansı dərs idi o? Keçən dərs səhv eləmirəmsə belə deyə Hə, maraqlı okey. danış. Hə, orada iki yanaşma demişdik də. Birinci var ki, ödəniş sistemi özün qurursan, bir də var ki, hazır ödəniş sistemi inteqrasiya edirsən. Eyni ilə məntiq bax burada da elədir. SMS məntiqini yenə də özün qurarsan, bu da çox uzun prosesdir, amma ki, qısa prosesin yenə inteqrasiya məntiqi ilə. Həmin oradakı logik yoxdur, məntiq. Ekvivalent olaraq birəbir eynidir. Sadəcə yüngülvari sintaks fərqi olur. Ümumiyyətlə belə deyim də, bax bu nə bilim SMS-in göndərilməsi və yaxud mail serverinin inteqrasiya olunması, ödəniş sistemi kənardan belə deyək də, inteqrasiyalar əksəriyyəti %90 eyni məntiqlə olur. Onun verdiyi API-lər sadəcə müxtəlif versiyanı, müxtəlif məlumatları, istədiyi məlumatları göndərirsən, o arxadakı prosesi həyata keçirir, sənə bir dənə cavab göndərir. Daha doğrusu bir dənə cavab göndər, hə, indi sən onun içindən çıxarırsan ki, xətalı cavabdır, yoxsa hər şey yolundadır. Yəni məntiq olaraq belədir.
Gələcəkdə məsəl üçün nəsə inteqrasiya yazmaq istəyəndə ümumi məntiq bax belə görəcəksən. Okey. Bununla işimiz yoxdur. Ora çox da danışmırıq. O biri prosesə də dəymirik. Burada 2 dənə proses olsa da belə. İndi bax burada nə edəcəyik? SMS fərz elə SMS sistemi hazırdır. Bu hazırdır nə deməkdir? O arxada hər hansısa bir şirkətin SMS servisləri var. Onu bizim API-larımız çağırması lazımdır. Deməli bax bunlar da bizə API-lər təqdim eləyəcək. İndi normal nümunələrimiz adətən necə gedibdi? Front backendimizi çağırır, düzdür? Amma eynilə bizim backendimiz başqa bir API da çağıra bilər. Və yaxud hətta başqa birisinin olmaz. Özümüzün 2 dənə application'ımız olar, API application. Biri digərini çağıra bilir. Yəni HTTP requestləri tək frontun backenddə getdiyi sorğu yox, həmçinin də backendlə backend arasında gedən sorğu da nəzərdə tutulur. İndi bax, SMS sisteminin hər hansısa bir şirkət tərəfindən SMS sistemi hazır API-ləri verilir. Biz o API-ləri çağırırıq. Bu oldu bax həmin bizim HTTP və ya HTTPS üçün olduğu nümunəmizin hissəsi. Çünki burada nəyi çağırdı API? Burada da yenə həmin belə deyim də bu SMS funksiyonallığını təqdim edən kompaniya və yaxud şirkət bizə HTTPS və yaxud HTTP üstündən API-lərimizi çağırmamızı təmin eləyəcək. Bu situasiyada həmin təminatı bu şirkət belə deyim də üstələnir, öz öhdəsinə götürür. Okey. Bu oldu həmin prosesin nümunə. Burada digər prosesdə dediyimiz kimi SMS-in göndərilməsi bu artıq biraz fərqli belə deyim də situasiyadır. Burada SMS provayderlərlə əlaqə qurulur, SMS provayderlərin verdiyi xidmətlərdən istifadə olunur falan və SMS həmin provayderlara göndərilir tekst şəkildə. Buradakı protokol isə fərqlidir. Mobil protokoldur və fərqlidir. Mobil deyək də ona belə deyim ad olaraq. Hə, o isə SMS-in göndərilməsidir. Bu ayrı proses sayılır. Amma həmin bax bayaq dediyin sənin nümunə və bu iki SMS sistemi ilə hansı ki bizə şirkət verib ki, SMS-in göndərilməsini təmin eləyəcəyik. Yəni bu nə deməkdir? Bizə rahat istifadə etmək üçün API-lər təqdim edirlər. Biz də həmin sistemimizdən həmin API-ləri çağırırıq, bu qədər. Və proses davam edir. Lazım məlumatları göndərmək şərti ilə. Yəni belə deyim də, API ilə Aha. əlaqəsi o bizə artıq protokollar. Amma mən dediyim isə o mobil protokollar idi. Əslində yox, sən dediyin proses var, mesajın göndər. Bəli. SMS, hə, sən əgər şey deyirsənsə, iki Hə, telefon mən sırf bir-birinə SMS. mesajlaşması. Gələn kodda misal üçün siz demişdiniz ki, bir iki açar olur da belə de. Onu Aha. yalnız göndərən bilir, bir də qəbul edən bilir. Ki arada informasiyanı kimsə oğurlamaq istəsə, o açarı bilmir deyə yəni şifrəni aça bilmir də belə deyə. Dekodlaşdıra bilmir məlumatı. Bax bu Mən də dediyim proses API məntiqi ilə gedir, yoxsa məsələn atıram da fərz elə sosial application o nöqteyi nəzərdən deyirsən? yox, onu API məntiqi ilə deyirdim. Aha. Sonra Insta-da misal üçün bizə göndərilən parolu da elə olmağını soruşurdum daha Hə, doğrusu. Instadan məsəl üçün bayaq dediyim kimi forgot password eləyirsən də, Bəli. orada yeni parolları yazırsan axı. Və Hı yaxud hı. ümumiyyətlə belə olsun da, login olursan və yaxud registrasiya olursan, parolu yazırsan da onsuz sonra o parollar network vasitəsilə şifrələnmiş halda gedir. Əgər S həmin o S-imiz varsa. Bəli, bildim. Eyni bax bayaqkı kimi nümunədir. Belə deyim də. Bax bir dənə buranı təmizləyək. Məsələn, bax, məlumatın frontdan back-endə göndərilməsində buradakı məlumat var. İstəyir məsəl üçün e-mail olsun. İstəyir məsəl üçün mesajımız olsun. İstəyir bizim passwordumuz olsun. Heç bir fərq yoxdur. Əgər burada S yoxdursa, HTTP-dirsə, məlumatlar açıq şəkildə gedəcək. Yəni burada bir spesifik bir xüsusiyyət və yaxud funksiyonallığı yoxdur ki, gedən məlumatın tipinə görə götürüb onu belə deyək də HTTPS-lə göndərsin və yaxud açıq şəkildə göndərsin. Normal qaydada belə bir situasiya yoxdur. Amma bax, məsəl üçün belə deyim. Bunun da yeni əlavəsi var. İndi belə bir şey deyəcəm. Amma HTTPS-dirsə, avtomatik olaraq defaultdur da elə bil bu. Heç bir şey eləmədən. Məlumatlar şifrələnəcək. Okey, bax burası aydındır mı? İkinci bir dənə bir şey deyəcəm. Bildim. Aha. Bildim. İndi bax biz sən bayaq dedin ha. Məsəl üçün passwordun frontdan back-endə göndərilməsi. Burada belə bir yanaşma da izləyə bilər. Məsələn deyirəm də. Ola bilər ki, bax,
şifrələnmə məntiqi implementasiya eləyib, şifrələnmə məntiqi yaradıb da özündən, qəliz bilən şifrələnmə məntiqi, müəyyən alqoritmlərdən istifadə eləyib falan, əlavələr falan, hər hansısa bir məntiqdən şifrələnmə məntiqi generasiya eləyib. Sən həmin bax o indi situasiyanı fərz eləyək ki, məsələn, front tərəfdə yazıb. Front tərəfdə də hər elə bil düymə klikləndikcə, məsələn, passwordu yazırsan, fərz eləyək də, məsələn, passwordu yazıntı, nə bilim, qoşa nöqtə, x, məsələn, mötərizəni bağla, sual, nə bilim, 5, belə-belə yaza-yaza gedirsən. Front tərəfdə elə bir belə bir şey düzəldə bilər ki, funksionallıqda password şifrələmə. Həmin xanaya daxil olunduqda simvollar şifrələnər. Bu artıq əlavə bir situasiyadır da, yəni belə deyim, əlavə bir məntiqdir. İstəyər tətbiq eləyər, istəməz eləməz. Bu halda məsələn fərz eləyək ki, tətbiq eləsə, yenə də bayaq dediyimiz kimi bunu şifrələnmiş halda XZT halda göndərəcək. Bu situasiyada heç tipi olduğu olmadı, şifrələnmiş kimi görünmüş sayıla bilər. Amma bunu elə bil ki, belə deyim də, biri var ki, custom eləyəsən və düşün ki, sənin frontundan backendi və nə bilim, milyonlarla data gedir də, hər yerdə onu eləmək var. Biri də var ki, hazır zaten sistem sənə təklif eləyir ki, bu sertifikatı yüklə, ondan sonra sertifikat yüklənirsə sənin məlumatları mən şifrələnmiş şəkildə göndərib qəbul edəcəm. Yəni buradakı story çox uzundur. Hər gedən məlumatı, şifrəni qaytardı, bərpa elədi, nə bilim, nə etdi, bütün yerlərdə nəzərə almaq lazımdır. Amma bu isə default olaraq nəzərə alır ki, sənin məlumatların şifrələnmiş halda göndəriləcək. Okeydirmi? Bəli, bəli. Hə, həm də ki, sənin sualın məsəl üçün mesajlaşma deyildi də. Əsas iki telefon arasında məsələn mesaj var ha. Biri var ki, məsələn GSM sistem kimdə? Məsələn, sənin də nömrən var, mənim də nömrəm. Mobil telefonumuza girirəm. O məsələn telefonun öz verdiyi mesaj tətbiqi var, hansı ki mən ora girib sənin nömrəni daxil eləyəcəm və yazacağım mesajı daxil eləyəcəm. Bu sənin birbaşa olaraq nömrən hansı cihazdadırsa ora gələcək. Təbii ki, aktivdirsə, nə aktiv deyilsə də bunu həmin o şeylər həyata keçirilir. Məsələn, mənim nömrəm Azercell-dirsə, bu prosesi Azercell yerinə yetirəcək. Sənin nömrən Baxel-dirsə, Baxel daşıyıcı rolunda olacaq. Bu artıq Baxelin belə deyim də şeydir, nə deyirlər? E, öhdəçiliyidir, belə deyək. Bəli. Hə, okey, belə. Burada nəsə qalmadı ki, sual olaraq, qaranlıq olaraq. Xeyr, mən çox sağ Hə, olun. okey, buyur, sən də sağ ol. İndi bilin nə edəcəyik? Keçən səfər müəyyən qədər məlumat vermişdik. Biz belə deyim də, komanda halında işləyəndə, kodlarımızı yazanda, versiyalamaq lazım olanda, sonra nə deyir, əvvələ qayıtmaq ehtiyac duyanda, məsələn, fərz eləyək belə bir situasiya oldu ki, kodumuzu sildik, onu bərpa eləmək lazımdır. Bu kimi situasiyalarda bizim normalda elədiyimiz bu yanaşma ilə əmələ gəlmirdi da o. Yəni fərz eləyək ki, bax burada bizim faylımız silindi. Bunu tapıb çıxarmaq çox uzun hesab. İndi xoşbəxtçilik olarsa, məsələn, əlimiz dəyib silinirsə, korzinaya, zibil qutusuna düşər, oradan qaytararaq falan. Bu biraz belə işin ən yaxşı silinmə halıdır da, silinmə üçün daha yaxşı olan haldır. Amma olar ki, məsələn də hard delete elədik, nə bilim, sildik ümumiyyətlə, sildiyimizin fərqinə varmadıq. Onun üstündən müəyyən qədər zamanlar keçdi elədik, sonradan yadımıza düşdü və s. Bu kimi situasiyalar, məsələn də hər biri ayrı-ayrılıqda bir problemdir. Komanda halında işləməklə və digər dediyimiz hər biri daxil. İndi bax o kimi situasiyaların dedik ki, qarşısını almaq üçün version control sistemlərdən istifadə olunur. Versiya kontrol sistemi. Onlardan da belə deyim, həm belə deyim də, bunların hər birinin mərkəzində zaten Git durur. Git'in özü durur da. İndi bunun üstündə inşa ediblər GitLab'ı, GitHub'ı, nə bilim Gitback'di və yaxud Azure DevOps'un içində var. Hərəsi belə deyim də, aşağı yuxarı eyni məntiqi və yaxud Git'in korlarında onların Git məntiqi işləyir. Və bu da ki, dediyim kimi də bizim o bayaq saydığımız problemlərin həllinə yönəlmiş texnologiya kimi də deyə bilərik. Okey, bu oldu bizim qısa olaraq Git-lə bağlı məlumat. İndi bax biz bunu nətər istifadə edəcəyik, necə istifadə edəcəyik onu deyəcəm. Yadınızda keçən səfərdə bir əlavə eləmişdik deyəsən məlumat üçün. Bunun da həyata keçirmək üçün proqram təminatı var, onu yükləməyimiz lazımdır. Gəl elə, e, bilməm, səndə quruludur mu Git? Səsin gəlmir, bilməm necə danışırsansa.
Tamam. Hə, Hə, o hesabla problem deyil. Mən sadəcə nə deyəcəydim? Hə, git indi belə deyim də, korun yükləməyimiz üçün git baş axtara bilərik. Həmin bax bu proqram təminatını yükləsək, bizə kifayət eləyəcək. Burada bizdən soruşur ki, belə deyim də, əməliyyat sistemi hansıdır? Ona uyğun mən sizə təqdim eləyim. Bizə dəqiqə ehtimalı bunu da qrupa əlavə edeyim. Okey, əlavə elədim ora, birdən lazım olarsa. Hə, okey. Deməli, bax, biz burada əməliyyat sisteminə uyğun olaraq seçəcəyik. Məncə Windows idi də, səndə də. Yəni, buranı mən ekranı təmizləyim. bəli, məndə. Okey, tamam. Onda bizə lazım. Bu arada bir də şey yoxlamamız lazım. Görmürsə 32 bitdi, yox. Varmı? Download x64. Hə, okey, yoxdur. Adətən notebooklarda fikir versəm, əməliyyat sistemi 32-li və yaxud 64 bitdiyi olur. Ona uyğun olaraq buradakı adlandırma var. Hələ ki 32 bitdiyi görmürəm. Baxdım, məndə var. Bu proqramı yükləmişəm, yəni yüklüdür Hə, məndə. yükləmsən, okey. Onda quraşdırmanı falan bilirsən. Də əslində Hə, standartdan kənara çıxmalar hələ ki elə də ehtiyac olmur. Bildiyimiz adi Windows proqram təminatı necə yüklənirsə, o qayda ilə yükləyəcəyik. Next, next, install bu şəkildə bəzi required informasiyalar soruşur ki, razısan, razı deyilsən. Bu kimi şeyləri yükləyirik. Onda buna heç belə deyim də, çox da bir şey eləməyək. Bizə nə lazım olacaq? Məsələn, proyektimizi GitHub-a və yaxud GitLab-a yükləmək istəyiriksə, cavab belə bir şey deyək, hələ ora getməmişdən qabaq. Biz nə göstərəcəyik? Bax, onda açaq biz öz layihəmizi, görək orada Git tətbiq olunub yoxsa yox, onu bir dənə yoxlamamız lazımdır. Open folder eləyək. Bu arada burada bir dənə də belə bir şey var da, məsəl üçün yanaşma necədir? Bizim əvvəlcədən ola bilər, bax birinci yanaşma belədir. Layihəmiz var, kodlaşdırma eləmişik falan. Sonradan Git-i daxil eləyirik. Git-ə daxil eləyirik də, daha doğrusu version control sistemini elə bil tətbiq eləyirik layihəmiz. Və yaxud da ola bilər başlanğıcdan version control sistemini, folderin, faylların hər birini yaradırıq. Sonra gəlirik artıq proyektimizi create eləyəndə folder olaraq həmin o folderi seçirik. Hər iki versiyada eləyə bilərik, problem yox. Bizdə indi məsələn layihəmiz artıq müəyyən qədər irəliləyib, layihə deməyə də belə deyim, kod nümunələri deyək. Çünki layihə tamamlanmış bir şey deyirik, amma hələ ki tamamlanmayıb. Sadəcə öyrəndiyimiz məlumatları yoxlamaq üçün yazdığımız kod nümunələri. Həmin kod nümunələrimizi əlavə elə belə deyim də Git-ə yerləşdirməyimiz üçün ilkin addım aparacağıq və bayaq dediyimiz kimi bizim artıq belə deyim də kodlarımız var, Git-i buna tətbiq eləyirik. Birinci bir dənə yoxlayacaq ki, bu folder tətbiq olunub, yoxsa yox. İndi buranı bircə dəqiqə təmizləyək. Bizim hələ düz folderdir. Gəlib biz burada. Bu arada qısa yol da deyirəm, bilməm istifadə edirsən yoxsa. Ctrl L var ya. Ctrl L və yaxud belə deyim, Ctrl L vurmasan belə də birbaşa bura gəlsən. Daha sonra cmd yazsan. Terminal ekran buradan açılmış olacaq. İlkin olaraq o terminal ekrana belə deyək də inteqrasiya olunur. Həmin o Git bash proqram təminatının yüklərindən sonra. Biz burada rahat şəkildə ondan sonra bax Git yaza bilirik. Əgər yüklənməsəydi, onda artıq Git yazanda bizə deyəcək ki, belə bir komanda yoxdur. E, və ya belə deyə lazım olan proqram təminatını yüklə, təklif eləyə bilərdi. Okey, Git-i yazandan sonra bax burada onun çoxlu komandları var da, əməliyyatları var. Biz bunlardan ard-arda müəyyən qədərini öyrənəcəyik, hansılar ki, bizim aktiv iş həyatımızda istifadə olunur. İndi Git-i yazanda zaten Git-in işlədiyini bilirik. Sonra Git məlumatları, məsələn də Git-ə əlavə olunub, əlavə olunmadığın, əlavə olunandan sonra eləyəcəyimiz məsələn dəyişikliklər var. Onları görmək üçün Git-in bu əmrindən istifadə edilir. Git status əlavə edirik bura ki, görək nə dəyişikliyi var. Bax, buradakı məlumatı göstərmək istəyirdim əsas ki, bura fikir versən, bax, deyir ki, Git repository tapılmadı. Bu o deməkdir ki, bax statusu çek eləyəndə bu folderi tapmırsa, bizim layihəyə və yaxud kodlarımıza belə deyək, version control sistemi və yaxud Git tətbiq edilməyib. Yəni quraşdırılma həyata keçirilməyib. Onda bax nə edəcəyik onun üçün? Quraşdırma əmri üçün biz Git-in digər əmrindən istifadə eləyəcəyik ki, fayllarımızı yavaş-yavaş Git-ə əlavə eləyək. Okey, bunun üçün bax bizə
Lazım olan əmr git init. Birinci biz bax buraya yazırıq. Git init. Bax burada elə avtomatik mesajlardan da görəcəksən ki, informasiya verdi ki, git quraşdırıldı. Okey, indi qayıtsaq bizim həmin burada folderə görək. Aha, baba bu folderə fikir ver artıq bax, init verən kimi bu folder öz yaratdı. Bunun içinə lazım olan məlumatları belə özü əlavə elədi. Bunun bizə ehtiyacımız yoxdur da, manual olaraq əlavə eləyə və yaxud etməyə. Həmçinin də bax yuxarıdakı mesajdan da görsən, həmin şeyi axtarır. Bu folderi axtarmağa çalış. Deyir belə bir folder yoxdur. Deməli sənin Git belə deyə də layihən və yaxud kodların Gitə əlavə edilməyib. Okey. İndi təkrardan başlayacağıq. Nə eləməyə? Yəni yuxarıdakı bu arada bu qısa yollarla bilirik də yuxarıdakı əmrləri qaytarma var. CMD ekranda yazdığın history kimi. Yuxarı aşağı düymələrindəndir. İstəyər ki, custom yazarıq, istəyərik də belə. Okey, git status əlavə edəndə artıq bax gördün mənzərə dəyişdi. İndi gəl buradakıların anlamağa çalışaq ki, bizə nə təqdim edir. Birinci deyir ki, bax branch yoxdur. İndi branch məntiqinin üstündən də qısa keçək. Nədir? Anlayışları ilə bir-bir yazılan qısa üstündən keçirik. Bu situasiyalar aydındır da. Status çek eləyir. Git initdə dediyimiz kimi inisiallaşdırır. Həmin o folderi yaradır ki, yəni ilkin olaraq bu birinci addımımızda giti tətbiq eləyəndə ilk addımımız budur. İnisiallaşdırmaq sözünün elə bir baş hərfləridir. Okey, bu bizə deyir ki, branch yox. Aha. Bircə dənə gəldi elə bil ki, fayllarda misal üçün də proyektimiz hansı fayldadır, ona gəldi. Ondan sonra Aha, bəli, kontrol bəli, elə bəli, bəli. Çünki kontrol edən proyektimizi siyahı. əhatə eləmək. Yəni düşün ki, bax proyektin ana qovluğunda olmasaq, alt qovluğunda olmuş oluruq. Onda biraz belə deyim də məntiqsiz olmaz. Məsəl üçün mən gəlirəm bu folderi gitə əlavə eləyirəm. Yarısı gitə əlavə olunacaq, yarısı yox. Ona görə ana qovluqda olmalıdır. Bu bilməlidir ki, hansı layihəni əlavə edirsən. Burada isə bütün kodlarından belə deyək və yaxud base folderin içində birinci leveldə belə deyək, nə bilim, buranı necə adlandıra bilərsən görsən elə rahatsan. Yəni ana folderin içində olmalıdır. Çünki bütün kodlarımızı əlavə edirik. Yəni hissə-hissə parçalı bir şey əlavə eləmirik. Yəni məsələn, bin folderin içindəki fərz eləyək. Bu 3 dənə fayl əlavə eləmirik axı biz. Bütün nə varsa hər birini əlavə eləyirik. Ona görə ana qovluğun içində girdik birbaşa layihəmizin qovluğu bu idi mi? Tamam. Elə girdiyimiz kimi də bura gəlirik. CMD əmrini yazırıq. Avtomatik olaraq bu nədir? CMD açılır, CMD ekranı. Buradan işimizə davam edirik. Və yaxud burada hə, okey bu da əlavə eləyib. Windows artıq əlavə eləyib. Open in terminal var, elə bunu da əlavə eləyib. Buradan da aça bilərik. De sağ düyməni vurdum, bax bu da açılır. Fərqi yoxdur, yəni o və yaxud belə CMD ekranımızı müxtəlif versiya ilə aça bilərik, amma görəcəyimiz iş eynidir. Buradakı əmrlərdən problem yarana və yaxud anlaşılmaz qalan nəsə varmı? Xeyr mənim. Okey, folderdə yaratmağı da bildiyimi, harda yaradacağıq? Bildik, bildim daha doğrusu. Okey, tamam. İndi bax buradakı mesaja bir dənə baxaq. Deyir ki, bax branch yoxdur. Branch məntiqi də nədir? Qısa izah verəcəm. Keçən səfər daha çoxun belə vurğulamışdıq söz olaraq. Branch məntiqi də dedik ki, bax bizim layihəmizin belə deyim, development mühiti var. Test mühiti ola bilər. Həmçinin də müştəri mühiti, buna da production deyirik. Dev mühiti development sözündən gedir. Yəni developerlərin belə deyim də istifadə elədiyi və yaxud işlərini gördüyü, yoxlama apardıqları hissədir. Test mühit şirkətdə olan testerləri və yaxud QA engineerlər deyirlər də, onların yoxladıqları yerdir. Və yaxud buna digərləri də qarışa bilər. Nə bilim, product owner ola bilər, PM ola bilər və s. Şirkət daxili belə deyək də yoxlamadır. Bu developerlər arasında front, back, onlar arasında okey yoxlayırlar ki, hər şey qaydasındadır. Sonda test mühitinə belə deyim də kodları göndərirlər, orada artıq baxırlar. Prodsa və yaxud production deyək, bu artıq müştərinin artıq mühitidir. Hansı ki, məsələn, belə bir şeydən keçir də, müştəri bizdən layihə istəyib, bu fərdi ola bilər və yaxud da şirkət levelində, səviyyəsində ola bilər. Bu dediyimiz situasiya adətən şirkət levelindədir. Ona görə şirkət levelindən izah edəcəm. Hə, okey. Bizə bax məsəl üçün sifariş veriləndə bax həmin yazdığımız layihənin kodları bu mərhələlərdən keçərək müştərinin yoxlanmasına keçir. Bu həm ortada yarana biləcək problemləri, gözdən qaçan məqamları müəyyən edib müştəriyə gedənə qədər onları aradan qaldırmağa kömək edir.
Çünki nəyə görə? Müştərinin bir neqativi əslində belə deyim də 10 qat, 100 qat hesablanır da. Yəni onun mənfi feedbacki birbaş normalda gəlir developerə birbaş gəlib çıxmır. Bu şirkət rəhbərliyinə deyir ki, sizin layihənizdə filan problem var. Şirkət layihə rəhbərlik gəlir, məsələn, digər PM-ə, nə bilim, team lead-ə ona deyir, o gəlir developerə. Artıq elə bil ki, belə deyim də, hər kəs bu nədir? Səhvdən və yaxud xətadan, errordan deyək, zərbə almış olur və yaxud söz eşitmiş olur. Ona görə bacardığımız qədər və yaxud şirkətin də belə strategiyası olur ki, bacardığımız qədər müştəriyə gedən xətaları öncədən yoxlayın, eləyin, çıxan problemlər minimal sayda getsin. Yəni bu heç bir sistem yoxdur. Ha, production mühitinə getsə heç bir xətasız işləyəcək. Yəni belə bir situasiya hələ ki mümkün olmuyor. Sözümüz bunda deyil, amma miqdarın və yaxud problemin azlığı və ya çoxluğudur burada sadəcə o. Yəni sıfıra endirmək deyil. Sadəcə sıfıra yaxınlaşmaqdır da belə deyək. Okey, bir situasiyamız budur. Həmin bax buradakılar branch məntiqinə ayrılır. İkinci məsələmiz nədir? Development mühitindəyik, tamam. Komandamızda 5 dənə developer var. Hər kəs bu development branchında işləyəndə, bir faillə işləyəndə artıq bax düşün. Məsələn, bir dənə fərz eləyək ki, x.js faylı var, düzdür? 10 sətirlik burada kod var idi. 5 dənə developer var. Elə oldu ki, gəldilər x belə deyim də, failində işləməyə başladılar. İndi hər developer, hərəsi məsəl üçün biri 7-ci sətr, biri 8-ci sətirdə işlədiyi kodlarını göndərdilər. Bu situasiyada kodlar birləşməlidir axı bax bu branchda. Son versiyalar birləşməlidir. Hər kəs bu branchda işlədiyinə görə artıq bu birləşmədə problem yaşayacaq. Çünki bax baxır ki, 5 dənə işçi bura fayl göndərib eyni məlumat, daha doğrusu eyni faylə eyni məlumat göndərib. İndi 7-ci sətirdə 4 dənə dəyişil var. Bunu proqram təminatı və yaxud Git avtomatik olaraq birləşdirə bilmir ki, mən 4 dənədən hansını 7-ci sətrə qoymalıyam, hansını necə birləşdirməliyəm. Ona görə bu kimi problemlər çıxır. Bu kimi problemlər olmasın deyə komandada ümumiyyətlə belə iş mühitində, real iş mühitində də belədir. Tapşırıq gəldisə, tapşırığa uyğun branch açılır. Necə ki, bax, belə deyim də, devdir, testdir, proddur, bu branşlar var. Bunlar belə deyim də, əsas branşlardır. Hansı ki, bu branşlarda birbaşa olaraq iş görülməyəcək. Bunlara sub branşlar və yaxud digər köməkçi branşlarımız olacaq, hansı ki, bu tasklarla əlaqədar olur da, tapşırıqlarla. O tapşırığa uyğun olaraq branşlar açılır. Branşın açılması nə deməkdir? Bu kodun elə bir nüsxəsinin başqa bir dənə, belə deyim də, qovluğa yaranması. Bu elə bil ki, bir dənə qovluq kimi düşün, bu qovluqdan. Məsəl üçün, gəldi ki, fərz eləyək, logində bug çıxıb. İndi məsələn də e, parolun göndərirsən, istifadəçi hər şey düz yazır, amma login ola bilmir. Hə, indi sənə bununla bağlı şey gəldisə, task gəlsə və ya bug gəldisə, belə eləyirsən. Həmin taskın title-na uyğun olaraq branşı yaradırsan. Məsəl üçün də fərz elə login, tre, nə bilim, password error və yaxud password error adətən də belə eləyirlər. Taskda bu arada task nədir? Onlar sonunda yenə idarəetmə sistemi olur. Bax, task bu şeydir də. Həmin bayaq dediyimiz proses. Biznes analitik ola bilər və yaxud hər hansı bir işçi deyək də, bizim komandamıza aid olan işçi gəlir deyir ki, filan problem var sistemdə. Artıq bax bu taskın belə deyək də qısa məlumatıdır, amma bu dediyi məsələni yazılı şəkildə bizə bir yerdə təqdim etməlidir. Həmin təqdim elədiyi sistemlərə adətən taskların idarə olunma sistemi və yaxud task management sistemi deyilir. Onlar da girirlər normal bildiyin portaldır. Title olur və qısa olaraq description-da qeyd bölməsi, bir də faylların əlavə olunması üçün bölmə. Title-ın yazır, qısa da qeydin yazır ki, bu hallarda belə-belə nə məlumat varsa, onların hər birini təqdim elədi. Okey, bir dənə create düyməsinə vurdu. Bu da datadır da. Data düşdü, onun da bir dənə ID-si olur. Həmin bax nömrə də dediyimiz odur. Nömrəni də əlavə edirsən, vəsə, branşımızı bu şəkildə yaradırıq. İndi bu dediklərim sənin üçün çoxlu belə qarmaqarışıq informasiya ola bilər, amma bu sırf olaraq iş mühitindən, real iş mühitindən gətirdiyimiz nümunədir. İndi sadə halda bizim belə deyim də şirkətdə işləmiriksə və layihəni bu formada həyata keçirmiriksə problem yoxdur. Branşımızın adının nə olmasında və yaxud və s. Əsas odur ki, biz bildik ki, branş nədir, nə işə yarayır. Komandanın üzvləri hər biri taskı işləyəndə taska uyğun branş yaradırlar. Qarmaqarışıqlıq olmasın. Taskı həll elədi, kodunu yazdı, ondan sonra birləşdirmək üçün dev branşına birləşdirmə həyata keçirir həmin özünün branşından. Elə bil yaratdığın nüsxənin üstünə dəyişiklik elədi. Deyir ki, artıq mənim nüsxə ilə işim bitdi, artıq bunu birləşdirək ana branşa. Onlardan da biri devdir.
Üçü birləşdirdi. Hər kəs eyni qayda ilə işləyir. Branch həmin bax o branch deməkdir. No commit yet. Commit də nə deməkdir? Biz bir dənə branch açsaq. Çox gözəl, əla. Bircə dəqiqə bunları eləyək. Bizim bax artıq bildik ki, branchımız var. Düzdürmü? Bu bizim fərz eləyək ki, öz login sistemində məsələn error. Taskımızda məsəl üçün 3-dür. Belə bir dənə branchımız var. Çox gözəl. İndi bax bunun içində ola bilər ki, kod yazdın, düzdür? Bir gün işlədin, sabahsı gün gəldin 2 gün oldu, bir gün gəldin 3 gün oldu. İndi bax bu kodda bu dəyişikliyin hər birini yazmısan. Bunu yazdığın sənin lokal notebookunda qalır. Amma bizim Gitimiz və yaxud belə də version control sistemi üçün istifadə edən GitHub, GitLab ola bilər. Bu sənin lokalında deyil, qlobaldadır. Bildin, elə bir veb sayt kimi düşün bunu. Yəni veb saytdadır. Niyə görə veb saytdadır? Çünki komandanın üzvləri hər biri buna əl çatan olmalıdır. Lokalda o sənin notebookundan gəlib onlar fayl götürəsi deyil. Ona görə bir dənə ortaq nöqtə var, orada olmalı. İndi sən bu dəyişiklikləri yazdın. Halbuki bax, biz bu dəyişiklikləri yazmışıq. Bu dəyişiklikləri branchın vasitəsilə qlobala göndərmək istəyirsənsə, həmin bu anlayış bizə lazım olacaq, commit anlayış. Commit nədir? Bax 3 gün işlədin, düzdür? Bax şimdi nümunəyə qayıdaq. Fərz eləyək ki, heç birini heç yerə göndərmədim, o sənin lokalında qaldı. İndi elə bir şey oldu ki, 4-cü gün gəldi, gördün ki, notebookun açılmır, notebook xarab oldu. Onda deyirsən, nə alaq, neyniyək? Heç kod yazıldığın kodlar artıq belə deyim də silinmiş olur. Dedilər ki, məsələn, fərz elə hard diskdə problem çıxdı, yaddaşında isə artıq qaytara bilmirik məlumatları. Bu artıq nəyə səbəb oldu? Sənin yazdığın məlumatlar artıq getdi, silindi. Bu kimi proseslər baş verməsin deyə adətən belə yanaşma izləyirik. Cari gün ərzində işlədinmi? Nə işlədinsə, həmin işlədiyin məlumatları Gitə göndərmək. Bayaq dedim, GitLab və yaxud GitHub hansıdırsa, ora göndərmək lazım. Amma işin bitməyib sən. Bayaq dediyimiz kimi iş bitəndə nə edirdik? Dev branchına birləşdirmə göndər ki, mənim işim bitdi. Amma işim bitməyib, davam eləyəcək 1-2 gün elə. Onda həmin dəyişiklikləri göndərməmiz lazımdır və göndərdiyimiz dəyişikliklərə verdiyimiz ad olur bizim commit. Və yaxud belə deyək də, həmin belə deyim, gördüyümüz dəyişikliyə ad veririk. Ona biz commit deyirik Git dilində. Bu nədir? Həmin bütöv görəcəyimiz işin parçaları. Həmin bax bu commitlər budur. Məsələn, bir dənə həmin bu dəyişənlər ola bildi ki, 7 dəfə iş gördük və yaxud 7 gün iş gördük. Hər günün gördüyümüz işi bir dənə ad veririk ki, filan filan şeyləri elədim. Adı verirsən, commit göndərirsən. Adı verirsən, commit göndərirsən. Bu commitlər yığılır, artıq sən işi və yaxud toplam yazdığın kodu əhatə eləyir. Amma onu başlıq altında birləşdirir. Bu nə üçün lazımdır bizə? Gəl ona qayıdaq. Bu bizə yadındadırsa, bax biz dedik ya, kodumuzda hər hansısa bir problem çıxa bilər. Geriyə qayıtmamız lazım ola bilər. Nə isə silmiş isə onu geri qaytarmamız lazım ola bilər. Bu kimi prosesləri belə deyim də, problemləri deyək, aradan qaldırmağa kömək eləyir. Fərz eləyək ki, həmçinin də belə deyim. Fərz eləməyə sonra saxlayaq. Həmçinin də belə deyim ki, bizə bu historikal belə deyim də tarixçəni saxlamağa imkan verir. Məsələn, açırsan ki, hər şeyi fərz eləyək devə birləş. Açırsan ki, məsələn, bir dənə problem çıxıb da indi devdə. Kimin elədiyini tapmaq üçün də çox rahat. Orada history bölməsində açılır ki, bu dev branchına gələn kod bu branchdan gəlib və bu branchın adında x1, x2 və x3 commitlər var. Bu commitlər filan tarixdə gəlib, filan istifadəçi tərəfindən. Şu artıq burada bütün belə deyim də tarixçə məlumatları da var. İşdə şəffaf olur. Sonra deyim, tapmaqda rahat olur. Nə bilim, problemləri aradan qaldırmaqda və s. və ilə axır. Həmin o kommentlər iş parçacıqlarıdır. Branchımız bizim layihəmizin belə və yaxud kodumuzun nüsxəsi üçün olan bir folderdir. Commit isə onun içindəki ayrı-ayrı dəyişiklik elədiyimiz fayllardır. Bu ola bilər, bir faylda ola bilər, bu ola bilər, 5 faylda ola bilər. Fərq eləməz. Commit, commit. Commit bir dənə ad olur. Ad veririk ki, elədiyimiz dəyişikliyi əhatə eləsin və onun həm belə deyim də tarixçə kimi, həm də ki belə deyim, tarixçə deyəndə əslində kifayət edir də. Tarixçədə geridə qədər irəli də qayıda bilərik və yaxud belə deyim,
yaranan problemləri aşkarlaya bilərik. Kimin dəyişikliyi, nə vaxt elədiyi dəyişikliyin hər birini rahat şəkildə tapa bilərik. Bu olur bizim kombitimiz. Yəni branchımızla biz göndərdiyimiz məlumatlara belə deyək, kombit deyirik. İndi birazdan onları da göstərəcək ki, necə gedir, necə həyata keçirilir. Okey, ikinci bir dənə də bu başlığa baxmağa bir dənə zamanımız çatsa, ondan sonra növbətində artıq biz kodumuzu yazacağıq. Və bu da deyir ki, kodunuz track olunmuyubdur. Bunun üçün git add faylları əlavə elə. Yəni bax, bunların hər birini git track eləməlidir dəyişiklikləri ki, bu fayl gitə gedibmi, getməyibmi. Bu sistem artıq mövcuddur. Yəni git özü bunu hər birini yoxlamağa falan həyata keçirir. Yoxlayır. Amma biz də buna belə deyim də dəstək verməliyik ki, artıq bax bunları yoxlamalısan. Bu kommiti yaratdım. Bu kommiti mən göndərmişəm. Bu kimi əmrləri verməklə artıq git özündə belə deyim də tarix səni formalaşdırır